Çox təəssüf ki, bir müəlliməni biz itirdik. O da İlham Əliyevin qurbanıdır. Biz hesab etməliyik ki, o müəlliməni uşaq yox, İlham Əliyev gəlinə, Soska gəlininə görə, gəlini başqadır, bir də var ki, Soska gəlini. Soska gəlininə görə öldürüb, bəyləri cəzalandırıb. İndi görəcəksiniz, bu maddələri də bəylərin üstünə yükləyəcəklər. Ondan villanı necə alıblar biz göstərdik. İndi məktəbləri, mülkləri, hər şeyi bax belə alırlar və ötürürlər Alyonanın adına. Bax, villanı götürdülər. İndi nəyə keçdilər? Bəylər Əlipovun nəzarətində olan məktəblər, obyektlər, restoranlar, hamısını bir-bir götürüb ötürürlər Bala Heydərə. Ona görə də mən insanlara demişdim ki, bu götürənlərə etibar yoxdur. Əliyevin hər sözü yalandır. Bu pula görə bu hər şeyə gedən adamdır. Bugünkü məktəb hadisəsi təsadüfi deyil, bugünkü ölüm hadisəsi təsadüfi deyil. Bunun arxasında deməli xüsusi xidmət orqanları var və Qabil sənin efirində eksklüziv də deyirəm. Bugün Azər Avtoyol Agentliyinin sədri deməli Salih Məmmədov azad edilib vəzifədən və bu deməkdir ki, Əli Nağıyev artıq vəzifədən vurulur. Çünki Salih Məmmədov Əli Nağıyevin ən etibarlı, ən çox qoruduğu adam idi. Çünki Salih Məmmədov həm də Əli Nağıyevə verən, ən çox rüşvət verən, ən çox pul verən, ən çox hədiyyə verən məmur idi. Və Salih Məmmədovu qoruyan, bu Azər Avtoyol Servisdə sədri, onu qoruyan adam Əli Nağıyev idi. Salih Məmmədov Əli Nağıyevin dostuydu, pul dostuydu, şərikli biznes dostuydu. Bugün İlham Əliyev onu azad elədi. Bu deməkdir ki, yaxın aylarda Əli Nağıyevin də götündən təpiq dəyəcək. Diqqətli olsun cəmaət, izləsin gündəmi. Mən demişdim axı, sən də demişdin, mən də demişdim ki, maraqlı proseslər olacaq. İlham Əliyev artıq öldürməyə belə qərar verib ki, bircə gəlini unudulsun ki, bu Soskadır, bu Verəngüldür, bu qucaqlarda gəzəndir. Amma unutmasın ki, bu nə qədər dalınıcırsa da insanların ürəyində həmişə Alyona Soska kimi qalacaq. Bu qədər. Sağ ol, gözəl insan, maraqlı nəsə olarsa sizin Allah razı olsun. çox sağ olun, çox təşəkkür edirəm.